Harun Ər-Rəşidin zamanında bir nəfəri göndərir ki, get Bəni Haşimi qarət elə. Bəni Haşimə mənsub olan insanları, Peyğəmbər nəslinə aid olan insanları. Get qarət elə ki, Əlinin övladları əl açıb dilənsinlər Mədinədə. Gəlir İmam Rızanın evinə çatır, onun adı Cəludidir. İmam çıxır qapıya, deyir ki, icazə vermərəm evimə daxil olasan. Evdə qadınlar var, uşaqlar var, sənə naməhrəm olan insanlar var. Nəyim varsa hamısını gətirib sənə özüm öz əlimdən təqdim edəcəm. O da imama inanır, bilir bunlar necə düz adamdır. Gedir evdə imam nəyi var götürür, gəlir, verir ona. Deyirlər ki, hərəsində bir geyimli paltar qalır ancaq. Keçir, gedir, zaman keçir, dəyişir. İmam Rıza oturub məmunun yanında bunu gətirirlər, indi məmun buna cəza verəcək. Bundan qabaqçıları edam ediblər, indi növbə buna çatıb. İmam Rıza əyilir, məmunun qulağına bir söz deyir. Cəludi də baxır oradan, məmuna deyir ki, sənə and verirəm Aton Harunun qəbrinə, sən onun sözünə qulaq asma. Mən bir vaxt Aton əmri ilə onun evini qarət eləmişəm, onun ürəyində kim var? Məmun baxır, deyir, ay biçarə, heç bilirsən qulağıma nə dedi? Dedi ki, səndən xahiş edirəm ki, Cəludini mənə bağışla. O mənim boynuma haqq qoyub, evimi qarət eləməyə gəlib, xahiş eləmişəm, evimə daxil olmayıb. İndi bildiniz necə bir ağanın qapısına gəlmişik. Biz günahkar da olsaq biz Cəludi deyilik, biz İmam Rızanın evini qarət eləməmişik.